İyonlarda radius məsələsinə baxaq. Elə bilin, kilo alıram, radiusum artır, kilo verirəm, radiusum azalır. Eyni element elektron alanda radiusu artır, elektron verəndə radiusu azalır. Gəlin bunu izahla baxaq ki, necə olur. Baxın, kükürt, sıra nömrəsi 16. Eyni elementi götürdük. Normal halda, neytral halda biz bilirik ki, 0 yükü. Əgər 2 elektron alıbsa, elektron alıb özünü mənfi silir, borc alıb, mənfi 2. Elektron verib, özünü müsbət silir, yaxşılıq eləyib. 2 elektron veribsə 2 müsbət. İndi baxaq. Burada elektron sayı olacaq elə 16, sıra nömrəsinə uyğun. 2 elektron alıbsa elektron sayı olacaq 18. 2 elektron veribsə elektron sayı olacaq 14. Baxın uşaqlar, proton müsbət 16. Bir var ki, 16 dənə elektronu çəksin özünə. Bir var 14 elektronu çəksin özünə. Bir var 18 elektronu çəksin özünə. Əlbəttə ki, 14-ü daha rahatlıqla çəkəcək də özünə, düzdürmü? Radius kiçik olacaq. Amma 18-i çəkməkdə çətinlik çəkəcək və 18 daha böyük radiusda olacaq. Deməli, görürük ki, həqiqətən də elektron alanda, elektron artanda radius artır. Elektron verəndə radius azalır. Deyəlim ki, elə kükürt olsun, sıra nömrəsi 16, proton sayı 16. Burada 16-dan 2 çıxsaq, 14 elektron, burada 16 elektron, burada da üstünə 2 gəlsək, 18 elektron. Demək, kükürt burada müsbət yüklənib 2 elektronunu verib, kükürdün özü, kükürt mənfi yüklənib 2 dənə elektron alıb. Burada verilən iyonun yükü deyil, elektron sayıdır. Bunu nəzərə alaq uşaqlar. Deməli, və belə də yaza bilərik. Elektron artdısa, radius nə edəcək? Artacaq. Çünki 16 proton 18 elektronu çəkəndə daha zəif olur. Yəni çəkmək. Ona görə də radius daha geniş qalır. 14-ü çəkəndə amma daha çox çəkdiyi üçün artıq radius daha kiçik olur. Eyni elementin elektron sayı artdıqca radius artacaq. Məsələn, bu qədər bəs. Burada elektron sayı ilə vermişdilər. Burada da iyonun yükü ilə veriblər sualı. Alıbsa, deməli radiusu daha böyük olacaq. Özü veribsə, radiusu daha kiçik olacaq. Belə də radius məsələlərini işləyə bilərik rahatlıqla. Eyni elementin iyonlarında radiusun dəyişməsini bildik ki, element elektronu aldı, radiusu artdı, elektron verdi, radiusu azaldı. Gəlin indi müxtəlif növ elementlərdə radiusun artıb azalma məsələsinə baxaq. Baxın, burada kükürt mənfi 2, yəni 2 elektron alıb. Elektron sayı 18. Burada da neytralda, deməli elektron sayı 18-dir. Onların radiusu necə dəyişəcək? Bir var ki, 18 proton 18 elektronu özünə çəksin. Bir də var ki, 16 proton 18 elektronu özünə çəksin. Təbii ki, 18 proton 18 elektronu daha yaxşı çəkərdi öz. Amma 16 proton 18-dən daha zəifdir axı. 16 proton 18 elektronu ondan daha zəif çəkəcək özünə. Deməli, arqonun radiusu mənfi 2 iyonundan daha kiçik olacaq. Yəni bunun radiusu bundan daha kiçik olacaq. Kükürdün radiusu hal-hazırda 2 elektron aldığı halda radiusu arqonun radiusundan böyük olacaq. Bu qədər bəsit, bu qədər asandır yəni. Proton sayına görə baxırıq. Proton sayı az olanın radiusu daha böyük olacaq. Çünki daha zəif çəkəcək özünə. Bu qədər.